Dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugünkü bölməmiz the adverb, yəni zərf bölməsidir. Zərf bölməsi əsasən bizim balalarımızın daha çox çətinlik çəkdiyi bir bölmədir. Bu uşaqların ana dilindən bağlıdır. Yəni bir çox abituriyentlər ana dilində sifət və zərfi fərqləndirməklə çətinlik çəkirlər. Biz bunu iki yol eləyə bilərik. Necə sualını verməklə eləyə bilərik. Məsələn, baxaq, yaxşı kitab, yaxşı danışmaq. Necə sözü ismə aiddirsə, deməli sifətdir. Necə sözü feilə aiddirsə, deməli zərfdir. Yaxşı kitab, necə kitab, deməli sifətdir. Yaxşı danışır, necə danışır, deməli zərfdir. Və ya testlər eləyərkən ağlı ballar, nəyə diqqət eləyəcəksiniz? Sifət zərf testlərini, yəni xüsusən mix testlərdə biz nəyə diqqət eləyək? Biz nöqtələrə diqqət eləyək. Nöqtələrdən dərhal sonra, birbaşa sonra isim gələrsə, deməli bizdən sifət tələb olunur. Nöqtələrdən dərhal sonra isim yoxdursa, deməli bizdən zərf tələb olunur. Bu qayda ağlı ballar bütün testlərə tətbiq edə bilərsiniz. Bir də vurğulayıram, nöqtələrdən dərhal birbaşa sonra isim görsəz, deməli sizdən sifət tələb olunur. Nöqtələrdən dərhal sonraya, yəni cümlənin axırına ya da ki ortasına, əvvəlinə baxmaq lazım deyil. Nöqtələrdən dərhal sonra isim yoxdursa, deməli sizdən zərf tələb olunur ağlı ballar. Biz burada uşaqlar nəyi qarışdırırlar? Burada zərf deyərkən biz daha çox zərfin bir növü olan tərzi hərəkət zərflərini nəzərdə tuturuq. Tərzi hərəkət zərfləri hərəkətin hansı tərzdə icra olunduğunu bildirir. Əksər tərzi hərəkət zərfləri sifətlərdən yaranır ağlı ballar. Yəni biz sifətlərin sonuna ly artırmaqla tərzi hərəkət zərfləri yaranır. Yəni baxın, sad, qəmgin, sadly, qəmgin tərzdə zərfdir. Bad, pis, sifət, badly, pis, zərf. Adətən Azərbaycan dilində sifətlərin sonuna şəkildə, tərzdə və yaxud da lalə artırdıqda zərf əmələ gəlir. Attentive, diqqətli, attentively, diqqətlə. Fast, sifət də ola bilər, zərf də ola bilər. Rahatından başlayayım. Quick, cəld, tez, sürətli. Quickly, sürətlə, tez bir şəkildə kimi nümunələri görərsiniz. Ağlı ballar sizə bir çox nümunələr burada verilib. Dəyərli vaxtınızı çox almayacağım. Bir çox sifətlərin sonuna ly şəklisi artırmaqla onların zərf formalarını yazıb sizə göstərir ağlı ballar. Videonu izləyərkən diqqətli şəkildə gözdən keçirərsiniz. Biz buranı davam edirik ağlı ballar. Biz dedik ki, tərzi hərəkət zərfləri sifətlərin sonuna ly artırmaqla düzəlir. Deməli, ly ilə bitən sözlərimiz zərfdir. Ly ilə bitən bütün sözlərimiz zərfdirmi? Xeyr. İngilis dilində müəyyən qrup sözlər var ki, onlar ly ilə bitir, amma sifətdir. Ly ilə bitib sifət olan sözlərimiz ağlı ballar aşağıdaşlardır. Buradan biz onu görürük. Ly ilə bitib sifət olan sözlərimiz lovely, lively, elderly, cowardly, friendly və s. kimi. Ağlı ballar bunlar testlər görülür. Ona görə də sizə tövsiyə olunur ki, ly ilə bitən sözləri əzbərləyək. Ly ilə bitən sifətləri zərfə çevirmək olarmı? Olar. Ly ilə bitən sözləri, yəni ly ilə bitən sifətləri zərfə çevirmək üçün birləşmələr var. In a way və ya in a manner. Tərzdə, şəkildə mənasını verir. Bu ifadələrdən istifadə edə bilərsiniz. Məsələn, deyirəm, friendly, mehriban. O məni mehribanlıqla qarşıladı, olacaq in a friendly way ya da in a friendly manner. In a way ilə in a manner arasında fərq varmı? Yoxdur. Və yaxud da qorxaq şəkildə deyirəm, cowardly. Məsələn, ermənilər torpaqlarımızdan qorxaq şəkildə, qorxaqcasına geri çəkildilər. Bunu necə zərf deyəcəm? In a cowardly way və ya in a cowardly manner olacaq. Geri alıram uşaqlar, əvvəlkiləri də toparlayıram. Deməli, İngilis dilində tərzi hərəkət zərfləri, əksər tərzi hərəkət zərfləri sifətlərin sonuna ly artırmaqla düzəlir. Lakin sonu ly ilə bitən bütün sözlərimiz zərf deyil, ly ilə bitən sifətlərimiz də var ki, qeyd edilir ki, bunları əzbərləməliyik. Hansılar idi onlar? Lovely, lively, elderly, silly, ugly, cowardly, manly və s. Bunları da əzbərləyirik. Sonra öyrəndik ki, ly ilə bitən sifətləri zərfə çevirmək üçün in a way və in a manner ifadələrindən istifadə edəcəyik. Ağlı ballar, bilirsiniz ki, zərf feilə aid olan nitq hissəsidir. Deməli, feildən sonra biz zərf işlətməliyik.
Lakin ingilis dilində müəyyən qrup feillər vardır ki, bunlar bir istisnadır. Normalda feil özündən sonra hər zaman zərf tələb edir. Bilirsiniz ki, ingilis dili istisnalarla dolu olan bir dildir. Zərfdə də belə bir istisnamız var. Müəyyən qrup feillər var ki, onlar zərflə yox, sifətlə işlənir. Bunları da əzbərləmək lazımdır. Özündən sonra sifət tələb edən feillərimiz hansılardır? To be, to seem, to look, to taste, to smell, to become, to stay və s. kimi nümunələrimiz artıq burada var. Sizə də ciddi şəkildə tövsiyə olunur ki, bu nümunələri əzbərləyək. Ağlı ballar testlərdə qarşınıza çıxacaq. Ağlı ballar biz nə dedik? Dedik ki, bu feillər özlərindən sonra sifət tələb eləyir. Baxın ağlı ballar, to be var. Bu arada diqqətli olun. To be feili o deməkdir ki, cümlənin içərisində siz hər zaman be-ni görəcəksiniz. Xeyr, be-nin cümlədə işləmə formaları am, is, are, was, were şəklində də görə bilərsiniz. To be özündən sonra sifət istəyir, zərf ilə işlənmir. Fil özündən sonra sifət istəyir, zərf ilə işlənmir. Taste özündən sonra sifət tələb eləyir, zərf ilə işlənmir. Ağlı ballar, biz qeyd elədik ki, ingilis dilində əksər zərflər ly ilə bitir. Yəni, sonu ly ilə bitən əksər sözlərimiz zərflərdir. Sonu ly ilə bitməyən zərflərimiz varmı? Var. Ağlı ballar, müəyyən qrup sözlərimiz var ki, baxın ağlı ballar, xüsusən bu hissəyə diqqət edin. Müəyyən qrup sözlər vardır ki, ingilis dilində onlar həm sifət, həm də zərfdir. Nümunələrdən görürsünüz. High, near, late, fast, far, eləcə də early sözü həm sifətdir, həm də zərfdir. Bunların sifət və ya zərf olduğunu hardan biləcəyik? Təbii ki, işlənmə yerindən biləcəksiniz. İsmin əvvəlində gəlib, ismə aid olarsa sifət olacaq, feildən sonra gəlib, feilə aid olarsa zərf olacaq. İşin gözəl tərəfi odur ki, testlərdə sizdən bu sözlərin sifət və ya zərf olduğunu tapmaq tələb olunmur. Sadəcə olaraq müəyyənləşdirirsiniz ki, sifətdir ya da zərfdir. Ona uyğun da doğru cavabınızı seçirsiniz. Davam edirəm ağlı ballar. Ağlı ballar, ingilis dilində müəyyən qrup sözlər var ki, onlar problemli sözlər hesab olunur. Dırnaqarası problemli deyirəm ağlı ballar. Abituriyentlər tərəfindən problemli sözlər hesab olunur. Onlar bir-birinə çox bənzəyir, amma tamamilə fərqli sözlərdir. Bura nələr aiddir? Bura aiddir hard, hardly, high, highly, late, lately, near, nearly. İndi biz həmin sözlərin hər birisini ayrı-ayrılıqda gözdən keçirəcəyik. Ağlı ballar, onların içərisində ən məşhur olan harddır. Testlərdə daha çox görüləndir hard. Hard həm sifətdir, həm də zərfdir. Hard sifət kimi çətin, ağır. O ağır dediyimiz də elə çətin deməkdir. Yəni çətin tapşırıq, ağır tapşırıq o mənada ağırdır. Yəni çəki olaraq ağır deyil. Hard çətin, ağır deməkdir sifət kimi. Məsələn deyirəm ki, a hard test. Çətin bir test. Hard zərf kimi pozitiv məna verən bir sözdür. Əzmlə, səylə, çoxlu deməkdir ağlı ballar. Baxın, sifət və zərf kimi fərqli mənalar olur. Sifət kimi tərcüməsi ağlı ballar nədir? Çətin, ağır deməkdir. Zərf kimi nə deməkdir? Əzmlə, səylə deməkdir. Və diqqətinizdə olsun ki, testlərdə daha çox hard zərfini harda görəcəksiniz? To work, to study, to try feillərindən sonra görəcəksiniz. Çox işləmək, çox oxumaq, çox çalışmaq bu testlərdə ən çox verilən variantlardır ağlı ballar. Ağlınızda olsun ki, to work, to study, to try feillərindən sonra hardly işlənmir, hard işlənir. Tamam. Bəs hardly nədir? Ağlı ballar, hardly ingilis dilində inkarlıq bildirən bir sözdür. Demək olar ki, yox, demək olar ki, heç mənasını verir. Əsasən, feilin əvvəlində ya da eni və ya onun törəmələrinin əvvəlində işlənir. Nümunə olaraq desəm ki, we hardly see each other on Sundays. Biz demək olar ki, bazar günləri bir-birimizi görmürük. Hardly bir inkarlıq bildirən sözdür. Dolayısıyla işləndiyi bir cümlədə ikinci bir inkar işlənməz. Və yaxud da ki, Jane hardly ate anything. Jane demək olar ki, heç nə yeməyib. Dolayısıyla hardly'nin işləndiyi cümlələrdə ikinci inkar olmaz. Hardly ümumiyyətlə feillərdən sonra demək olar ki, işlənmir. Hardly'nin işlənmə yeri haradır? Feilin əvvəlində any və ya any'nin törəmələri ilə işlənir ağlı ballar. Davam eləyək. Bir sonraki bizim problemli sözümüz, ağlı ballar, bir sonraki hissəyə keçməzdən əvvəl onu da vurğulayım ki, hardly dediyimiz bayaq, yəni hard, hardly dediyimiz hardly, late, lately-dəki lately, high, highly-dəki highly və nearly, nearly sözlərindəki ikinci tərəfdə ly ilə olan sözlər, onlar tərzi hərəkət zərfləri deyil, tərzi hərəkət zərfləri olmadığı üçün onların dərəcələri yoxdur.
Ümumiyyətlə ingilis dilində dərəcəyə hansı zərflər yüksələ bilir? Yəni hansı zərflər dərəcələrdə işlənə bilir? Tərzi hərəkət zərfləri hardly, highly, lately, nearly sözləri tərzi hərəkət zərfləri deyil. Ona görə də onların müqayisə və ya üstünlük dərəcəsi ilə verilmiş bütün variantlar testdə səhv olacaq. Yəni more hardly hər zaman səhvdir. Most lately hər zaman səhvdir. More highly hər zaman səhvdir. Dolayısıyla sağ hissədə ly ilə olan zərflərimiz dərəcələrdə işlənir. Davam edelim ağlı bağlar. Biz hardly-ni qeyd elədik. İndi isə keçirik bir sonraki hissəyə, yəni highly məsələsinə. Ağlı bağlar, high sözü də həm sifətdir, həm zərfdir. Bunların sifət zərf kimi məna fərqliyi yoxdur. Hər ikisində yüksək, hündür, yüksəyə, hündürə mənasını verir. High zərf kimi testlərdə daha çox ağlınızda olsun. Ya jump feili ilə to jump high, hündürə hoppanmaq. Ya da fly feili ilə verəcəklər. Fly high, ucadan, daha doğrusu hündürdən uçmaq. Ağlı bağlar. Bu feillərdən sonra yəni jumpdır, fly'dır. Bu sözlərdən sonra high'ini işlətmək olmaz. Tamam. High, yüksək, hündür, yüksəyə, hündürə deməkdir. Bəs highly nə deməkdir? Ağlı bağlar, highly'nin işlənməsi daha genişdir. Highly adətən feillərin əvvəlində görə bilərsiniz. Feillərin əvvəlində görsək, yüksək səviyyədə olacaq. Bəzən feillərin əvvəlində, bəzən də işlənmə yerinə asılıq, feildən sonra da verirlər. I highly appreciate your support. Sizin dəstəyinizi yüksək səviyyədə qiymətləndirirəm. Və yaxud da ki, John speaks highly of herself. John dursa himself olur. John speaks highly of himself. John özü haqqında yüksək səviyyədə düşünür. Dolayısıyla istər feilin əvvəlində, istərsə də feildən sonra gələrsə, yüksək səviyyədə mənasını verir. Highly'nin bir də ağlı bağlar, idili sifətlərlə işlənmə halı var. Baxın uşaqlar, idili sifətlərlə işləndikdə onun tərcüməsini biz çox şəklində verəcəyik. Highly excited. I am highly excited. Çox həyəcanlıyam. Və ya he is a highly respected scientist. O çox hörmətli bir alimdir. Highly educated, çox təhsilli. Highly developed, çox inkişaf eləmiş və s. Dolayısıyla biz highly-ni daha çox idili sifətlərin əvvəlində görəcəyik. İdili sifətlərin əvvəlinə gələndə dərəcə zərfi olacaq və dilimizə çox şəklində tərcümə olunacaq. Bayaq vurğuladığım kimi highly sözü dərəcələrdə işlənir. Davam edirəm ağlı bağlar. 7-ci halımız late və lately məsələsidir. Late həm sifət, həm də zərfdir. Gec, gecikmiş mənasını verə bilər. A late train, gecikmiş qatar. To arrive late, gec çatmaq, gec gəlmək mənasını verir. Lately isə tamamilə başqa bir sözdür. Əslində bir zaman zərfidir. Daha çox bitmiş zamanlarla, yəni perfect zamanlarla işlənəcək. Son dövrlərdə deməkdir, ağlı bağlar. Baxın, I haven't met her lately. Son zamanlarda onunla görüşməmişəm. Perfect zamanı keçəndə lately məsələsinə də gələcək. Vurğuladığımız kimi bu sözlərin dərəcələri yoxdur. Ona görə də more lately, most lately variantları hər zaman yanlış variantlardır. Davam edirəm ağlı ballar. Near və nearly məsələsinə gəlirik. Near-də həm sifət, həm zərfdir. Yəni, zərf kimi nümunəsini deyirəm. To come near, yaxına gəlmək. Nearly isə tamamilə başqa bir sözdür. Nearly-nin işlənməsindən biraz ehtiyatlı olun ağlı ballar. Nearly-ni biz sayların əvvəlinə görsək, yəni nearly say plus isim gələrsə, o zaman təxminən təqribən deməkdir. O zaman nearly sözü almost sözünə, about sözünə sinonim olacaq. Nearly 10 students. Təqribən 10 şagird. Nearly-ni biz feilin əvvəlində görsək, o zaman az qala demək olar ki, az qalsın ki mənasını verəcək. Yəni, nearly-ni biz feilin əvvəlində görsək, necə tərcümə eləyəcək? Az qala, az qalsın ki. Məsələn, I nearly fell off the bus while getting off it. Avtobusdan düşərkən az qalsın ki, yıxılım. Ya da az qala yıxılım. I nearly dropped my phone. Az qalsın ki, telefonum əlimdən düşsün. Ağlı bağlar, near, daha doğrusu nearly. Sayların əvvəlinə gələrsə, təqribən, təxminən, feillərin əvvəlində gələrsə isə az qala, az qalsın mənasını verəcək. Dərəcələrdə işlənmədiyi üçün more və most sözləri isə hər zaman səhvdir. Ağlı bağlar, davam edirəm. Sonuncu qaydamıza gəlirik.
dərəcə zərfləri. Onlar ehtiyatlı olursunuz. Bir var zərfin dərəcələri, adi, müqayisə, üstünlük. Bir də var dərəcə zərfləri. Dərəcə zərflərini keçməzdən əvvəl ağlı ballar zərfin dərəcələrinə gəlin. Fikir verirsiniz, biz zərfin dərəcələrinə aid bir bölmə yerləşdirməmişik. Niyə? Çünki zərfin dərəcələri sifətin dərəcələri ilə eynidir. Həm yaranma yolları, həm də dərəcə göstəriciləri. Yəni sifətin adi dərəcəsində hansı göstəricilər varsa, zərfin də adi dərəcəsi üçün keçərlidir. Dolayısıyla dərəcə baxımından sifətlərlə zərflər arasında fərq yoxdur. Təkrarçılığa yol verməmək üçün təkrardan biz onları bura qeyd etməmişik. Sadəcə ağlınızda olsun ki, zərfin üstünlük dərəcəsində əsla Z artiklı işlənmir. Yəni, the fastest ən sürətli sifətdir. Fastest ən sürətli şəkildə bu bir zərfdir. Son olaraq bir də vurğulayıram. Sifət və zərfin dərəcələrinin düzəlmə yolları, sifət və zərfin dərəcə göstəriciləri tamamilə eynidir. Yeganə fərq ondadır ki, zərfin üstünlük dərəcəsində Z artiklı işlənmir. Dərəcələri qoyuram kənara, zərfin dərəcələrini qoyuruq kənara və gəlirik dərəcə zərfinə. Ağlı bala, dərəcə zərfi zərfin növlərindən biridir. Necə ki, biz danışdıq, tərzi hərəkət zərfləri, var istiqamət bildirən zərflər, var tezlik bildirən zərflər, var bir də dərəcə zərfləri. Ağlı bala, dərəcə zərfi nədir? Elə içində var, dərəcə sözü var. Dərəcə zərfləri sifət və zərfin əvvəlində işlənib, onların mənalarını gücləndirən sözlərdir. Sadə şəkildə desəm, dərəcə zərfləri qüvvətləndirici sözlərdir. Əslində siz termin olaraq bilməsəz də, testlərin bir çoxunda dərəcə zərfini görmürsünüz. Dərəcə zərfləri hansılardır? Very'dir, to'dur, quite'dir, so'dur, rather'dir. Eləcə də ly ilə bitən kifayət qədər dərəcə zərfləri var. Ağlı ballar, dərəcə zərfləri harda gəlir? Dərəcə zərfləri sifətin və zərfin əvvəlinə gəlir. Uşaqlar bunu qəbullamaq istəmirlər. Necə ola bilər ki, zərfin əvvəlində zərf gəlir? Necə ola bilər ki, sifətin əvvəlinə biz zərf qoyaq? Və dərəcə zərfləri sifət və zərfin əvvəlində işlənir. The room is hot, the room is too hot. Oradakı too olduqca deməkdir, çox deməkdir, həddən artıq deməkdir. Mənanı qüvvətləndirir və sifətin əvvəlinə gələ bilər. Və yaxud da ki, she learns the language incredibly quickly. 2 ly-li zərf yanaşı gəldi. O, dili inanılmaz dərəcədə sürətlə öyrənir. Sürətlə sözünün mənasını qüvvətləndirir ağlı ballar. Burada da artıq sizin üçün nümunələr verildiyi üçün təkrardan sizə deməyəcəm. So'dur, to'dur, very'dir, quite'dir, rather'dir, enough'dır, really'dir və bəzi ly ilə bitən dərəcə zərflərimiz də var. Məsələn, deyirəm ki, he is deeply wounded. Çox yaralanıb. Yəni, deeply ilə də ola bilər. Highly educated də var və s. kimi nümunələri oradan görürük. Ağlı ballar zərf testlərində bir də to və aiza məsələsi var. Ağlınızda olsun ki, to təsdiq cümlələrin sonunda işlənir. Aiza isə inkar cümlələrinin sonunda işlənir. Bu to, also, so, aiza, naiza məsələlərini biz so, do, I tipli cümlələrdə geniş şəkildə bəhs edəcəyik. Amma zərf bölməsində to və aizaya aid bir neçə test nümunəsi var. Rahat işləyə bilərsiniz deyə qısa şəkildə deyirik. Təsdiqdə olan cümlənin sonunda to, inkarda olan cümlənin sonunda aiza işlənir. Hər ikisi də həmçinin dadə deməkdir. Zərflik bölməmizdə bu qədər. Diqqətinizə görə minnətdaram.